Salam aleyküm. Tam düşürəm. Bir daha salam. Necəsiz? Nə var, nə yox bilirəm. Çoxdandır kanalda video yoxdur. Siz də darıxmısınız, mən də darıxmışam. Çoxdandır video çəkmək istəyirəm. Düzdür, kamera görəndə təzədən bu danışmaq qabiliyyəti itmək falan belə şeylər oldu. Təzədən gələk öyrənişim kamera qarşısında danışmağı. Bu video nə barədədir? İstəyirəm o barədə qısa deyim. Bildiyiniz kimi çoxdandır kanalda video yoxdur və istədim ki, son aylar ərzində baş verən hadisələr barədə sizə məlumat verim. Yeri gəlmişkən videonun örtük şəkli necə idi? Xoşunuza gəldimi? Yəqin ki, başa düşdünüz niyə görə elə bir şəkildir, yəni hansı filmə referensdir. Samir tutdun referensi. Sörüncü parkda çəkəsiydim bu videonu və sonra hava biraz belə yağışlı fason oldu. Dedim birdən yağış yağar, təzədən kameranı falan götür, hamısını qayıt evə. Onların hamısını eləməməkdən ötürü elə dedim çıxım balkonda, öz evimizin balkonunda, öz evimizin deyəndə yəni kiraya qaldığımız evimizin balkonunda video çəkim. Başlayaq sizə nələr barədə məlumat verəcəm. İlk olaraq qısa deyim və sonra bir-bir başlayım onlar barədə danışmağa. Yenə də başa düşdüyünüz kimi əsas məsələ son aylar ərzində dəyişən əsas məsələ ailəmizin tərkibi atması oldu. Yəni oğlum doğulubdu. Bu barədə ətraflı danışacağam. Yəni adını necə seçdik və s. xəstəxana xərcləri və s. bunlar barədə ətraflı danışacağam. İndi qısa məlumat verim. Ondan əlavə son zamanlar Amerikada immiqrasiya ilə bağlı çoxlu dəyişikliklər olubdu. Yəqin ki, xəbəriniz var, artıq green card'ı ləğv ediblər. Ləğv ediblər deyəndə müvəqqəti dayandırıblar. O barədə danışacağıq. Ümumiyyətlə hal-hazırda Amerikaya gəlmək nə qədər çətindir, asandır. Bunlar barədə danışacağıq. İşdən çıxandan sonra bəzi videolarda o barədə danışmışdım qısa olaraq, amma tam olaraq ətraflı danışmamışdım. İş axtarmaq prosesi necə getdi, necə iş tapdım, hal-hazırda harda işləyirəm, nə edirəm. Yəni ümumiyyətlə bu son demək olar ki, 1 il ərzində nələr dəyişibdi, onlar barədə bir video çəkirəm və dediyim kimi əsas məsələ uşağımızın olmasıdır. Bu barədə istəyirəm biraz ətraflı danışım. Əsas da məsələ nədir? Ad seçmək məsələsidir. Çünki bildiyiniz kimi biz Amerikada uzun müddətli yaşamağı düşünürük, planlayırıq və elə bir ad seçmək istəyirdik ki, elə bir ad olsun ki, həm Azərbaycan dilində bunu istifadə eləmək olsun, həm də ingilis dilində istifadə eləmək olsun. Yəni elə adlar çox olmadığı üçün bir qədər axtarış edəndən sonra Mikayıl adının üstündə qaldıq. Azərbaycan dilində Mikayıl, ingilis dilində Michael gedir. Mikayıl qoyduq uşağın adını. Mənə maraqlıdır ki, siz belə bir vəziyyətdə olsanız nə fikirləşərdiniz, necə uşağın adını qoyardınız? Yəni istəyərdiniz ki, daha çox Azərbaycan adı olsun, yoxsa daha çox Amerika, ingilis adı olmağını istəyərdiniz? O mənə maraqlıdır. Və ikinci məsələ, bunun sənəddə, yəni rəsmi olaraq adını necə yazardınız? Çünki mən o barədə biraz düşündüm. Fikirləşdim ki, düzgünü o olar ki, yəni Azərbaycan dilində qoyaq. Biz elə də etdik, yəni Mikayıl qoyduq adını, amma hardasa çölə çıxanda eləyəndə, kimsə soruşanda adı nədir, necə təqdim eləyəndə Michael kimi təqdim edirik. Evdə də yəni Michael deyə çağırırıq. Yəni istəyirdim ki, biraz Azərbaycanlılıq qalsın. Tamamilə də bu kökü itirmək istəmirəm. Ona görə adını Mikayıl qoyduq. Dediyim kimi, siz necə eləyərdiniz? Mənə maraqlıdır. Yəni əslində biraz düşündürücü sualdır. Uşağın mən özüm həmişə belə deyəndə valideynlərimin xətrinə dəyir, amma adımdan o qədər də, yəni uşaq vaxtı daha çox, yəni xoşbəxt deyildim adımdan, çünki adım Abdurrəhmandır, yəqin ki bilirsiniz. Yeri gəlmişkən kanalın adını dəyişəcəm, qoyacağam Abdurrəhman Cərullayev. Amerika dağılır dedik, görürəm doğrudan da artıq Amerika dağılır. Ona görə kanalın adını da yəqin ki bu videodan sonra dəyişəcəm. Qaydaq mənim adıma, mən həmişə uşaqlıqda kompleks deməyək, sadəcə yəni nə qızla çöldə tanış olmaq olmur, nə özün çöldə kiməsə təqdim eləmək olmur. Adının adı Abdurrəhman, çox çətin idi. Hardasa özünü təqdim eləmək falan çətin idi. Hətta Amerikada mənə heç kim aydın məsələdir ki, Abdurrəhman demir, hamı AB deyir. Və həmişə bu addan yaşamaq mənə çətin gəlibdi. Yəni çox qeyri-adi addır. Azərbaycanda belə qeyri-adi addır. Yəni elə ad var ki, istənilən yaşda adama yaraşır. Böyük oldu, kiçik oldu, balaca oldu, uşaq oldu, fərqi yoxdur. İstənilən yaşda yaraşır. Amma Abdurrəhman adı elə bir addır ki, ancaq yaşlı adama yaraşır. Ona görə uşaq vaxtı dediyim kimi həmişə biraz çətinliyim olubdu bu addan və uşağa ad qoyanda da həmişə onu fikirləşirəm ki, elə bir ad olsun ki, onun üçün rahat olsun. Gəlin biraz pul barədə danışaq. Xəstəxana xərcləri, ümumiyyətlə dövlət sizə uşaq pulu verirmi? Uşaq doğulanda pul verirmi? Belə şeylər barədə danışaq. Çünki mən Azərbaycanda da bir uşağımız olubdu və müqayisə edə bilirəm, burada da olubdu. İlk olaraq sığorta barədə danışım. Mənim sığorta şirkəti, yəni mən işlədiyim şirkət mənə sığortanın bir hissəsini qarşılayır. Balaca bir hissəsini, hardasa
300 dollara yaxın 2 həftədən bir aylıq hardasa 600 dollar, 600 yox da 550 dollar mən ödəyirəm. Hardasa 2 həftədən bir 900 dollarda, yəni aylıq 1800 dollarda şirkət ödəyir. Ona görə də bu uşağın olması bizə biraz ucuz başa gəldi. Daha doğrusu, yəni konkret rəqəmlər desəm, bütün bu proses, yəni orada qalmaq, eləmək, hər şey daxil, yəni xəstəxanaya girdin, uşaqla xəstəxanadan çıxdın. Bunun hamısı sığortaya, yəni 17.000 dollar olaraq hesab göndərmişdilər. Yəni 17.000 dollar ödənilməli idi. Biz o 17.000 dollardan cəmi 250 dollarını ödədik. Ondan əlavə uşaq olanda burada sizə ilk vaxtlar üçün hər şeyi verirlər. Yəni yekə bir sumka verirlər. İçində nə bilim ilk vaxtlar üçün istifadə etmək üçün pampersdir, nə bilim örtüklərdir, paltardır, yəni şirkətlərin, xəstəxanaların belə deyək, öz brendində olan paltarlardır, anası üçün paltardır. Yəni belə şeylər ilk vaxtlar lazım olan bütün əşyaları sizə verirlər. Orası çox yaxşı idi. Ondan başqa hər uşağa Trump gələndən sonra elədiyi şeylərin içindən tək-tük yaxşı olan şeylərdən biri də hər uşağa 2025-dən 2028-ci ilə qədər doğulan uşaqlara, yəni Trumpın prezident olan dövrdə doğulan uşaqlara hərisinə hesab açılır. Trump account deyirlər buna və həmin hesaba 1000 dollar olaraq pul qoyulur. Siz o 1000 dolları götürə bilmərsiniz, amma istəsəz əlavə ora hər ay və yaxud illik deyəsən 5000-ə nəsə bu miqdara qədər özünüz əlavə pul qoya bilərsiniz və o pullar gedir stok marketə, yəni ki, səhmlərə yatırılır və uşaq böyüdükcə o pullar da böyüyür, market qalxdıqca o pul da artır və gələcəkdə hər hansısa bir tələblər olanda və yaxud məsəl üçün ev almaqdır və yaxud kollec pulunu ödəmək, hansısa bir şərtlər var, onlar olanda artıq o pulu çıxardıb xərcləyə bilərsiniz. Yəni o 1000 dollar sizə verilmir ki, gedin sabah çıxardın və xərcləyin, elə deyil. Ondan başqa da hər uşağa burada illik hal-hazırda bu il 2000 dollardır. Gələn ildən 2500 dollar olaraq kredit verilir. Kredit yəni bizim başa düşdüyümüz kreditdən yox. Kredit odur ki, yəni əlavə pul verilir. O da necə işləyir? Yəni siz hər il aprel ayının 15-nə kimi vergiləri il ərzində işləyirsiniz, vergiləri verirsiniz və ilin sonunda, yəni apreldə hesabat verirsiniz vergilər barədə. Yəni il ərzində mən bu qədər qazanmışam, bu qədər vergi verməli idim. Əgər il ərzində az ödəmisinizsə, sizdə həmin bu vergi vaxtı deyirlər ki, daha əlavə pul verməlisiniz və siz həmin o fərqi ödəyirsiniz. Əgər çox vermisinizsə, sizdən o çox alınan pul qaytarılır və həmin vaxtı da sizə hər uşağa görə gələn 2500 dollar olacaq. Tutaq ki, mənim 2000 borcum varsa vergilərə, gələn il hesabatın sonunda görəsəm ki, 2000 borcum var. Həmin o 2000 borcum silinəcək uşaq puluna görə. İndi məndə 2 uşaq var, olacaq 5000 elə bil ki, dövlət mənə verəcək, 2000-i çıxacaqlar oradan, mənə gələcək 3000. Yəni bu pulda belə işləyir. Yəni yenə də sizə çatır bu pul və fikirləşə bilərsiniz ki, Amerika üçün 2500-2000 dollar hələ də çox pul deyil, amma əslində xeyli vaxt da bəs edir. Nə barədə bəs edir? Yəni əlbəttə ki, uşağı dayə yanına qoysan, yəni belə xərclərə çox pul lazım olur. Yəni biz yaşadığımız yerdə aylıq dayənin pulu, yəni bağçanın pulu, pullu bağçaların pulu təxmini 1500-2000 dollar arasıdır bir uşaq üçün. Amma gündəlik şeylərdir, tutaq ki, pampers almaqdır, yem almaqdır. Belə şeylərin üçün, yəni 2000 dolları, tutaq ki 2400 dolları 12-yə bölsək, aya 200 dollardan biraz çox pul eləyir. 200 dənəlik pampersi isə təzəlikcə almışam, ona görə bilirəm. Costcoda, ən çox getdiyimiz mağazinlərin biri olan Costcoda 30 dollardır. Yəni bir nömrə pampersin qiyməti içində 196 dənə olur, 30 dollardır. Yəni elə fikirləşsək, yəni belə şeylərə əslində bu pul kifayət edir. Budur, yem deyim. Deyəsən 49 dollar aldım, neçə aldım? Yəni yekə bankada olan yemi, daha dəqiq yadımda deyil, amma nəsə 45-55 dollar arası idi. Yəni belə şeylərə fikirləşsək, uşağa yəni elə çox xərc çıxmır. Bu 200 dollar xeyli bəs edir. Yəni yaxşı puldur əslində. Xəstəxananın personalı barədə danışım. Hamı gülərüz, heç kim səndən yəni o 250 dollardan başqa bir qəpik artıq mən pul vermədim. Yəni heç kim səndən nə pul ummur, nə istəmir. Ondan başqa yoldaşıma gündə 3 dəfə yemək verilirdi. Mənə isə cəmi gündə bir dəfə yemək düşürdü. Əslində bir gün yarım qaldıq orada. Yəni sabahsı gün artıq çıxdıq, getdik. Yəni hətta mənə də yemək düşürdü. Özündə əlavə nə istəsən gedib ala bilərsən. Amma belə əlavə kimsə pul istəsin, nəsə bir şey olsun, hətta yəni nəsə bir o barədə bir fikir olsun, elə bir şey yoxdur və bu çox bir sevindirici bir haldır. Qaranlıq düşdü. İşığı biraz artırdım. Deyirəm normaldır. Çölün işığını falan yandırdım. Nədən danışasıydım sonra? Deməli,
İş barədə danışasıydım. Ondan başlayayım ki, yadınızdadırsa kanalda video var idi, iş yerim bağlandı. Bu təxmini 2024-cü ilin may-aprel ayları idi. Burada həmin o videoya link örtük şəklini qoyacağam. İstəsəz keçib baxarsınız. Və o videoda demişdim ki, iş yerim bağlandı və ondan sonra Azərbaycana getdik. Bir ay Azərbaycanda qaldıq və gələndən sonra təzədən iş axtarmağa başladım. Tapdığım ilk iş kontraktor idi. Kontraktor nədir? Yəni biri var sizi ştata, yəni işə birbaşa götürürlər və bəzən kimsə nə bilim məzuniyyətdə olur və onun yerinə iş adam axtarırlar. Elə olaraq kontraktor olaraq Workday deyilən böyük bir şirkət var. Orada kontraktor olaraq işlədim. Təxmini 2 ay yarımmı, 2 ayımı nəsə belə bir müddət orada işlədim və avqustdan deyəsən noyabra qədər o qurtardı. Oradan da çıxdım. Ondan sonra axtardım və başqa bir şirkətdə kontraktor olaraq işləməyə başladım. Bu artıq 2024-cü ilin dekabr ayında idi. Yəni bir il bundan qabaq və yayın əvvəlinə kimi kontraktım var idi. Yəni iyula kimi, ortasına kimi daha doğrusu. Orada 6 ay işlədim, 6-7 ay işlədim və sonra bu kontrakt qutarandan sonra mənə artıq tam ştat olaraq, yəni həmin şirkətdə, həmin komandada brend dizayner olaraq işə götürdülər və nə şirkətidir, onun barədə deyim, Roblox şirkətidir. Roblox elə bir biri var YouTube, necə girirsiniz YouTube'da digər insanların, kontent yaradıcıların videolarına baxırsınız. Robloxda elə sadəcə oyun sferasında, yəni sizin mənim kimi adamlar girir orada oyun yaradır və digər başqa adamlar girib həmin o oyunları oynayırlar. Mən də orada brend dizayner olaraq hal-hazırda çalışıram və hal-hazırda da atalıq məzuniyyətindəyəm. Böyük tech şirkətlərində maaşdan əlavə başqa üstünlükləri də var. Onlardan biri də atalıq və analıq məzuniyyətidir. Anaya 4 aya kimi, ataya isə 3 aya kimi atalıq məzuniyyəti verilir. Mən də hal-hazırda atalıq məzuniyyətindəyəm. Həmin o müddəti də istənilən kimi götürə bilirsən. İstəyirsən 1 ay indi götür, 2 ayın sonra götür və yaxud hamısını bir yerdə götür. Mən 1 ayını götürmüşəm, qalan 2 ayını isə saxlamışam gələn ilə, yəqin ki, yay vaxtlarında götürəcəm. Yəni iş barəsində hər şey normaldır, hər şey yaxşıdır, yavaş-yavaş işləyirik, dolanırıq, fırlanırıq özümüz üçün. Amerikada işləyib qazandığınız pulları necə Azərbaycana göndərmək olar, o barədə istəyirəm sizə biraz məlumat verim. Mən vaxtilə çox axtarmışam. Ən sərfəli və tez, yəni rahat olan yolu nədir? Çünki bəzi tətbiq etmələrdə, nə bilim, Mastercard-a göndərmək olur ancaq və yaxud Visa-ya göndərmək olur ancaq və yaxud göndərirsən sabah suyun gelir çatır. Mən hamısını araşdırdım, axtardım. Axırda mənim üçün ən rahatı olan Paysend deyilən bir tətbiq etmə var, o oldu. Paysend yazılır, onu burada bir yerdə qoyacağam və aşağıda referral linki qoyacağam. Hansın ki, keçid edərək qeydiyyatdan keçsəniz, yəni aşağıda videonun altında olan linkdən keçid edib qeydiyyatdan keçsəniz, ilk 3 pul göndərməniz pulsuz olacaqdır və ondan sonra da komissiya çox aşağıdır. Təxmini 300-400 dollar arası pul göndərəndə təxmini sizdən 2 dollar pul çıxır. Yəni bu reklam deyil, necə reklam deyil, yəni onlar mənə pul falan verməyiblər. Sadəcə siz hər dəfə girib həmin linkdən qeydiyyatdan keçəndə mənə 2 dollar pul gələcəkdir. Siz də həmin o komissiyasız pul göndərə biləcəksiniz və dediyim kimi sonradan da komissiya çox aşağıdır. Yəni azından girib qeydiyyatdan keçib yoxlaya bilərsiniz, baxa bilərsiniz, müqayisə edə bilərsiniz digər platformalardan, şirkətlərdən. Mənim üçün ən rahat olan budur. Və sonda istəyirəm sizlə bir qədər immiqrasiya barədə danışım. Bildiyiniz kimi hal-hazırda Trump hakimiyyətdədir və onun müddətində çoxlu dəyişikliklər olubdur. Onlar barədə istəyirəm qısa sizə məlumat verim. Bildiyiniz kimi çox təəssüf Green Card lotereyası müddəti bilinməyənə qədər dayandırılıbdır. Ümumiyyətlə uzatdılar, dedilər 1 dollar olacaq ödənişi. Psevdo blogerlər hərəsi bir şey deyirdi. Heç kim rəsmi məlumat gözləmir. Hamı başlayır dezinformasiya yaymağa. Onlara qulaq asmayın. Mənə də qulaq asmayın. Sözüm nəyə gətirirəm? Yəni rəsmi həmişə xəbər gözləmək lazımdır və Trump özü deyəndən sonra ki, yəni bu bir müddətlik dayandırılır. O da niyə görə oldu? Çünki Los Angelesdə atışma baş vermişdi və həmin atışmada bir neçə nəfər həlak olmuşdu və həmin o atışmanı edən adam özü vaxtı ilə Green Card qalibi olub Amerikaya immiqrasiya edən şəxs idi. Onu səbəb gətirərək, yəni çoxdan da Trumpın ürəyindən idi belə deyək, elə bir şeyin olması və elə bir hadisə oldu və bu da ondan istifadə edərək, səbəb gətirərək Green Cardları bir müddətlik, yəni sonu bilinməyənə qədər dayandırıldı. Bu hələ bir qırağa. Ondan başqa hal-hazırda Green Card udub və intervyusunu gözləyən adamlar üçün də intervyu prosesləri dayandırıldı və çox
samolyot uçur, ona baxırdım və bu çox yəni çox üzücüdür. Çünki təsəvvür edin, green card udmusunuz, evinizi satmısınız, hazırlaşmısınız, hər şey hazırdır. Birdən durduğunuz yerdə oradan yavaş-yavaş gün batımı başlayır. Bilmirəm, düşür, düşmür. Nə deyirdim, yadımdan çıxdı. Həmin o intervyu prosesləri də dayandırılıbdı və ümumiyyətlə yəni böyük ehtimal qalib gələnlər belə vizasını ala bilməyəcək. Bizim ildə də elə olmuşdu, amma bizim ildə tərsinə olmuşdu. Elə bil ki, bizim udduğumuz ildə Trump artıq hakimiyyətdə idi və dayandırmışdı bir müddətlik. Sonra Biden gəldi və yenidən başladı intervyular. Böyük ehtimal bilmirəm. Yəqin ki, bu Trump'ın bütün hakimiyyətin sonuna qədər tək elə olmasın, amma böyük ehtimal yəqin ki 2028-ə qədər, yəni böyük bir dəyişikliklər olmasa, işçi qüvvəsi lazım olmasa Amerikaya, yəqin ki 2028-ə qədər belə olacaqdı. Ondan başqa yəqin ki eşitmisiniz bu ICE ofisərləri barədə. Bunlar immiqrantları, yəni qeyri-legal adamları, hansı ki burada qeyri-legal yaşayır, çöldə harda gəldi tuturlar və çox amansızcasına tuturlar. Yəni ki, nə bilim, uşağın yanında valideynlərini, yoldaşın yanında ərini, yoldaşını belə tuturlar, baxmırlar ki, kimdir, nəçidir. Yəni onların bir dənə işi var ki, sizi tutub aparsınlar detention'a. Ondan sonra artıq məhkəmə ilə əgər düzdürsüzsə, bilmirəm də, yəni hansısa yollarla, məhkəmə ilə falan əgər bəlkə qalırsınız, amma böyük çox hallarda deportasiya edirlər və çoxalıbdır, yəni güclü rejimdə işləyirlər. Bütün böyük şəhərlərdə bu ICE ofisərləri gəzirlər və gündəlik işləyən adamlarda, yəni çöldə, bayırda, nə bilim, trak sürücüləridir, taksi sürücüləridir, yemək daşıyanlardır, hansı ki belə çöldə daha çox olurlar. Əlbəttə ki, onların riski də çoxdur, çünki bu ICE ofisərləri də özləri də bilirlər, yəni belə adamlar harda toplaşır, gedirlər elə yerlərə və orada da həmin adamları tapmaq daha asandır. Yəni kimsə evdən işləyirsə, nə bilim, şirkətdə işləyirsə, onlar üçün daha rahatdır. Ondan sonra H1B-nin qiymətini qaldırdı və ümumiyyətlə bu yaxınlarda, bu ümumiyyətlə lap təzə xəbərdir, H1B lotereyasının qaydaları dəyişildi. İndən belə ancaq yəni bəxtlə yox, belə daha çox maaş alan, daha çox pul gətirən ölkəyə, daha çox ekonomikanı belə deyək, dövrəyə etməyə kömək edən adamları üstünlük veriləcəkdir. Yəni artıq əvvəl kimi deyil. Ondan başqa 100.000 dediyim də ki, əvvəllər lotereya idi. Bilmirəm, hansısa bir balaca məbləğ var idi, onu ödəyirdin və həmin lotereyada iştirak etməkdən ötürü. İndi isə o iştirak etmək yox deyəsən, udandan sonra ödəniş edək. Bilmirəm, əslində belə şeyləri yaxşı olar ki, vəkillərlə danışasınız. Yəni nə mən, nə başqa blogerlər, əlbəttə ki, bu barədə tam dolğun və düzgün məlumatımız yoxdur. Sadəcə mən də öz bildiklərimi sizinlə bölüşürəm. Və həmin o məbləğ, yox, bura ucu çox qəşəkdir, bura indi sizə göstərəcəm. Sadəcə kameranın nastroykasını biraz dəyişmək lazımdır. Deməli, ISO-nu biraz azaldaq, aşağı salaq. Necədir? Qəşəkdir. Həmin o məbləğ də uzun sözün qısası artırılıbdır, $100.000 olunubdur. O da çox böyük bir məbləğdir. Yəni şirkətlər artıq elə belə işçilərə artıq əlbəttə ki, o boyda pulu ödəməyəcəklər. Ancaq elə bir adam lazımdır ki, həmin o $100.000 doğrultsun, belə deyim. Ondan başqa artıq sərhədləri keçmək demək olar ki, hamını qaytarırlar sərhəddən. İnsanları Amerikanın çölündə, yəni Meksikada olan lagerdə deyirəm, səslənir. Yəni yerlərdə saxlayırlar. Yəni immiqrasiya hal-hazırda çox çətindir. Nəysə, belə son məlumatlar il ərzində baş verənləri sizə dedim. Mənim üçün əslində elə pis il olmadı. Hətta deyərdim, yaxşı il oldu. Yaxşı stabil bir iş tapdım. Uşağım oldu və hal-hazırda buradayıq. Hər şey qaydasındadır, hər şey yolundadır. Yeni il ümid edirəm hər birimiz üçün, sizin üçün də, mənim üçün də daha uğurlu, daha gözəl, daha bərəkətli, daha nə deyim, əvvəlki illərdən daha yaxşı, daha xoşbəxt keçər. Amma ondan sonraki illərdən nisbətən biraz pis keçsin ki, hər növbəti il əvvəlkindən biraz daha yaxşı olsun. Bir daha bayramımız mübarək. Bilmirəm, indi bu bayrama deyirəm, bu videoya yeni ildən sonra baxarsınız, əvvəl baxarsınız, hər vaxt nə vaxt baxarsınızsa, bayramınız mübarək. Təbrik edirəm sizi. Uzun ömür, can sağlığı dediyim kimi. Və növbəti videolar, istəyirəm təzədən videolar çəkim. Doğrudan biraz həvəsim artıbdır və
bu videoya sizin münasibətinizdən asılıdır və əlbəttə ki, növbəti videolar nə barədə olmağını istəyirsinizsə, onu da şərhlərdə yazın və növbəti videolarda görüşərik. Hələlik, indi isə sizə bir daha bu gün batımını göstərəcəm. Nəysə, sağ olun, bayramınız da mübarək. Zəng edin, xalanızı da təbrik edin. Hələlik.